il formalaşan müsabiqə vəziyyəti haqqında sizə məlumat vermək istəyərdim. Siz ümumi rəqəmlərə sizin diqqətinizi çəkmək istəyirəm. Bu ixtisas qrupunda bizdə demək dövlət sifarişli yerlərin sayı 4145-dir. Ümumi yerlərin sayı 14935-dir. Gəlin birinci cədvələ fikir verək. Burada demək ikinci ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququnu qazanmış, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsini üzrə balı 100-dən az olmayan abituriyentlərin imtahan ballarının paylanması cədvəlidir. Fikir verin, burada demək 700 baldan 600 bala qədər biz aşağı düşsək, görürük ki, bu namizədlərin sayı 218 nəfərdir. Keçən il biz keçən ilki statistikaya diqqət yetirsək, görürük ki, keçən il 284 nəfər idir. Burada bu demək cədvəldə gördüyünüz rəqəmlər və plan yerləri elə bir fikir söyləmək imkan verir ki, burada ballar təxminən 5 bala qədər ola bilsin ki, keçid ballar keçən illə müqayisədə biraz aşağı düşəcəkdir bu intervalda. Biraz da aşağı düşsək, 500 bala qədər biz bu intervala fikir versək, görürük ki, burada namizədlərin sayı 1075 nəfərdir. Bu keçən illə müqayisədə, keçən il bizdə demək 500 baldan yuxarı nəticə göstərənlərin sayı 1052 idir. Və ona görə də biz bu intervalda keçid ballar ki var idir, keçən illə bu il müqayisədə biz görürük ki, təxminən eyni vəziyyətdə qalacaqdır. Və bu ilki cədvəldə demək 500 baldan yuxarı nəticə göstərən hər bir şəxs keçən ilki keçid ballara istinad eləyərək öz siyahısını, öz arzuladığı ixtisasları seçə bilər. 500-dən biz aşağı düşürük 400 bala qədər və nəyi müşahidə edirik? Biz görürük ki, burada 2605 nəfər var. 2605 nəfər keçən ilki rəqəmlərlə müqayisədə burada 2543 nəfər var, 400 baldan yuxarı nəticə göstərənlər və biz onu deyə bilərik ki, bu təxminən eyni səviyyədə olan demək ballar bu ildə biz təxminən eyni səviyyədə olan balları biz bu ildə görəcəyik keçən illə müqayisədə. Demək burada da 400 baldan yuxarı nəticə göstərən şəxslər keçən ilki keçid ballara istinad edib öz siyahlarını müəyyən edə bilərlər. Aşağı biz demək düşsək ayrı bir cədvəl görürük, ayrı bir rəqəmləri görürük. Və bu 300 baldan yuxarı nəticə göstərənlərin sayı görürsünüz ki, burada 5454-dür. Keçən il bunların demək sayı 5104 idi. Burada təxminən 300 nəfər artıq demək bu intervalda 300 nəfər artıq insan keçən illə müqayisədə biz görürük və bu deməkdir ki, keçən il 400-dən 300 bal arasında olan keçid ballar hansısa ixtisaslarda ola bilsin ki, 1-2 bal artsın, ola bilsin ki, həmin səviyyədə də qalsın, amma çox ciddi belə artım gözləmirik. 5 bala qədər ola bilsin, müəyyən ixtisaslarda artım olsun. Aşağı 200 bala qədər biz düşəndə görürük ki, burada da keçən illə müqayisədə bizdə demək 7367 nəfərdir. Keçən il bizdə demək 6777 nəfər var idi. Təxminən 600 nəfər daha çoxdur. Görürsünüz ki, bu il demək həmin namizədlərin sayı cədvəlin yuxarı hissəsində yox, cədvəlin aşağı hissəsində aşağı ballar, 300 baldan aşağı nəticə göstərənlərin sayı artıbdır. Ona görə də həmin o keçid ballar ki, keçən il bizdə 300 baldan aşağı idi, həmin o ixtisaslarda ola bilsin ki, 5 bala qədər biz demək artım müşahidə edəcəyik bu il. Mən onu qeyd edim ki, bax, müsabiqə buraxılanların 7367-sinin
yalnız 4145 nəfərin dövlət sifarişində oxumaq imkanı olacaqdır. Reallıqda burada müsabiqə vəziyyəti demək hansısa ali məktəbdə yer tutmağa görə yox, real müsabiqə vəziyyəti dövlət sifarişli yerlərə düşməkdə demək biz görürük. Faktiki olaraq 7367 nəfər buraxılıbdır müsabiqəyə, amma 4145 dövlət sifarişli yer var. Qalan yerlərin sayı çoxdur. Bilirsiniz ki 14 mindən çox yer var ikinci qrupda. Bu deməkdir ki, real müsabiqə həmin o dövlət sifarişli yerlərə görə aparılacaqdır. Bu demək qrupda bilirsiniz ki 150 ballıq demək ixtisaslar da var. Bunların sayı, belə ixtisaslarda olan yerlərin sayı bu il 5725-dir. Növbəti cədvələ biz baxanda burada demək həmin o abituriyentlərdir ki, onlar ikinci mərhələdə demək 150 baldan və imtahanın ikinci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin nəticələridir. Siz fikir verin, burada da yenə də həmin o yuxarı segmentdə 600-dən yuxarı olan segmentdə heç bir şey dəyişmir. 500 baldan da yuxarı segmentdə heç bir şey dəyişmir. Biz baxırıq 400 baldan da yuxarı olan bu cədvəldə heç bir rəqəmlər dəyişmir. Amma demək 300 baldan yuxarı nəticə göstərənlərin biz fikir versək bu rəqəmə görürük ki, burada 5565 nəfər qeyd olunubdur. O birinci biz gördüyümüz cədvəllə burada 100 nəfər artıqdır. Demək həmin o adamdır ki, onlar birinci demək siyahıda olan ixtisaslarda onlar müsabiqədə iştirak eləyə bilməyəcəklər. Onlar yalnız 150 ballıq ixtisaslara müsabiqəsinə qoşula biləcəklər. Aşağı düşəndə 200 bala qədər biz düşəndə görürük ki, burada onların sayı yenə də artır. Burada 300 nəfər yenə artıbdır. 10.627-dirsə, demək burada isə 200 baldan yuxarı bizdə 7367 idir. Və beləliklə həmin insanlar artıq ikinci ixtisas qrupunda bu yerlərə, 5000 yerə onlar demək müsabiqədə iştirak etmək hüququnu qazanıblar və təbii ki, onlar bu müsabiqədə iştirak edəcəklər. Gəlin biz baxaq ki, demək bu ixtisas qrupunda bakalavrlardan başqa subbakalavrlar müsabiqədə iştirak edəndə onların şansı varmı? Bəli, var. Çünki yenə də təkrar edirəm ki, yerlərin sayı 14935-dirsə, ümumi müsabiqəyə buraxanların sayı 12702-dir və beləliklə burada təxminən 2000 yer qalır ki, müsabiqədə subbakalavrlar iştirak edə biləcəklər. Amma yəqin ki, o ixtisaslarda bizim demək 200 baldan yuxarı nəticə göstərənlərin müsabiqəsinə onlar qoşula biləcəklər. 150 ballıq yerləri burada abituriyentlər var ki, 300 baldan yuxarı nəticə göstəriblər, amma birinci demək müsabiqə şərtini ödəməyiblər. Ona görə də onlar həmin o 150 ballıq ixtisasların müsabiqəsində iştirak edəcəklər. Burada da demək keçən illə müqayisədə biz gözləyirik ki, subbakalavrların sayı azalacaqdır və əsasən abituriyentlər qəbul olunacaqdır. Təkrar edirəm ki, burada əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərin əsasında olacaqdır. Çünki dövlət sifarişli yerlərin sayı 4000-dir. Ümumi müsabiqəyə buraxılanlar 150 baldan yuxarı nəticə göstərənlərin sayı 12000-dir. Demək, bu görürsünüz ki, bu birə demək olar ki, 3 demək bir yerə 3 nəfərin müsabiqəsi yaranır. Amma ümumi yerlərin sayı isə 14935-dir. Və burada biz keçən ilki səviyyəni gözləyirik yuxarı segmentlərdə müsabiqə ballarının
dəyişməməsini, ola bilsin 1-2 bal dəyişməsini, amma aşağı segmentlərdə aşağı bal toplayanların arasında təxminən bir neçə bal demək yenə də keçid ballar dəyişə bilər. Amma bu cüzi belə bir dəyişikliklər olacaqdır. Mən ümidvaram ki, bu ixtisas qrupunun da abituriyentləri düzgün seçim eləyəcəkdir və onlar bütün o 12.702 nəfər ali məktəbə qəbul olunacaqdır. Hörmətli dinləyicilər, əziz abituriyentlər, mən sizə Dövlət İmtahan Mərkəzi tərəfindən kömək göstərmək məqsədi ilə yaratdığı məsləhət mərkəzləri haqqında məlumat vermək istəyirəm. Öz çıxışımda mən qeyd etmişdim ki, siz indi çox vacib bir addım atmalısınız. Balı, imtahan nəticəsini siz qazanıbsınız. Bal sizindir. Seçim də, ixtisas seçimi də sizin olmalıdır. Amma mütəxəssislərin məsləhətinə sizin ehtiyacınız var. Biz sizə kifayət qədər statistik məlumatlar təqdim etmişik. Bu məlumatları mütəxəssislərlə birgə təhlil etmək üçün Dövlət İmtahan Mərkəzi sizə ödənişsiz xidmət göstərir. Bu məsləhət mərkəzləri ölkənin demək olar ki, bütün rayonlarında təşkil olunubdur. Rayon təhsil şöbələrdə səyyar məsləhət mərkəzləri təşkil olunubdur. Bizim regional bölmələrimizin, Dövlət İmtahan Mərkəzinin regional bölməsində daimi məsləhət mərkəzləri təşkil olunubdur. Və bu cədvəlləri, ünvanlarla olan cədvəlləri siz bizim saytımızda əldə edə bilərsiniz. Bizim regional bölmələrimiz, daimi regional bölmələrimizdə daimi məsləhət mərkəzləri fəaliyyət göstərir. Naxçıvanda, Göyçayda, Şəkidə, Xaçmazda, Lənkəranda, Gəncədə, Şirvanda, Bərdədə və Şəmkirdə. Bundan başqa bütün rayon təhsil şöbələrində səyyar məsləhət mərkəzləri fəaliyyət göstərəcəkdir. Həmin o məsləhət mərkəzlərinin cədvəlləri hansı günlər bu fəaliyyət göstərəcəklər bizim saytımızda siz əldə edə biləcəksiniz. Mən onu da qeyd etmək istəyirəm ki, Bakı şəhərini tam əhatə edən bizim məsləhət mərkəzlərimiz var. Bunlar ali məktəblərdə yerləşirlər. Demək, Bakı şəhərində Memarlıq və İnşaat Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Universitetində, Bakı Biznes Universitetində, Qərbi Kaspia Universitetində, Odlar Yurdu Universitetində, Sumqayıt şəhərində Sumqayıt Dövlət Universitetində və Gəncə şəhərində bizim regional bölmədən başqa Azərbaycan Dövlət Aqrar Universitetində də məsləhət mərkəzləri sizə xidmət göstərəcək. Həmin mərkəzlərdə xüsusi təlimlərdən keçmiş mütəxəssislər sizlə birgə seçim etmək, prioritetləri düzgün müəyyən etmək, statistikanı düzgün təhlil etmək imkanı yaradacaqlar. Biz istəyərdik ki, sizə belə göstərdiyimiz xidmətlər sizə faydalı olsun. Biz inanırıq ki, siz bu məsləhət mərkəzlərinə müraciət edəcəksiniz. Lazımı olan suallara siz cavablar ala biləcəksiniz. Bundan başqa siz bilirsiniz ki, bizim əsas binamızda və bizim elektron binamızda da müəyyən şöbələr əhalinin qəbulunu həyata keçirir. Sizin hansısa problemləriniz və suallarınız varsa bizə müraciət edə bilərsiniz. Qaynar xəttə də müraciət edə bilərsiniz. Saytımızda chatbot da var. Orada öz sualınızı ünvanlandıra bilərsiniz. Və biz ümidvarıq ki, düzgün seçim etmək üçün siz düşünüb, biz verdiyimiz məsləhətlərdən faydalanıb, müdrik bir seçim eləyəcəksiniz. Uğurlar sizə arzuluyuram.